Salam hörmətli izləyicilər. İnfa jurnalının növbəti icmalında biz bu ilin fevral ayında tanıdılan yeni HTC One smartfonu ilə yaxından tanış olacağıq. 9 mm-lik nazillik və alüminium korpusa malik olan bu smartfonun icmalında biz ilkin olaraq unboxing, bir qədər sonra texniki xüsusiyyətləri və bundan əlavə foto çəkiliş imkanında bir çox xüsusiyyətlər, əməliyyat sistemində əlavə olunan yeni funksiyalar və digər xüsusiyyətlərlə biz tanış olacağıq. İlkin olaraq HTC One smartfonunun bu gözəl qutusunda unboxingini edək və hal-hazırda içərisində olan qurğular yaxından tanış olaq. Burada əlbəttə ki smartfonun özü, yəni HTC One və bu qutunun ağzını açdıqda burada bizə elektrikdən qidalanma üçün qurğu və əlbəttə ki gördüyünüz mikro USB şnurdur ki, hansı ki bu elektrikdən qidalanma qurğusuna qoşulur və eləcə də əgər siz kompüterdən qidalandırmaq istədikdə yalnız USB girişinə qoşub qidalandıra bilərsiniz və gördüyünüz Beats Audio qulaqlıqlarıdır ki, bildiyiniz kimi HTC smartfonlarında Beats Audio sistemi quraşdırılıb ki, bu gözəl qulaqlıqlar ilə siz daha keyfiyyətli musiqi qulaq asa bilərsiniz və əlbəttə ki, bu qulaqlıqlar adi qulaqlıqlardan daha çox fərqlənir və keyfiyyəti də sizə maksimal oturur. Qutuda artıq MT servisin zəmanət talonu verilir ki, bu da sizə bir problem yarandıqda oraya müraciət edə bilərsiniz və gördüyünüz SIM kart girişinin sizə göstərim smartfonda. Burada kiçik bir giriş vardır ki, onun açarını da sizə qutuda təqdim edirlər. Və düşünürəm ki, unboxing haqqında bu qədər və biz smartfonla yaxından tanış olaq. HTC One smartfonu 4.7 düymlük 1920x1080 piksel 469 ppi-lıq displeye malikdir ki, bu da hal-hazırda bütün smartfonlar arasında ən keyfiyyətli ekran keyfiyyətidir və ondan əlavə bildirmək istərdim ki, ekran Super LCD 3 texnologiyası qurulub və üzərindən Gorilla Glass 2 şüşəsi ilə qorunur ki, bu da sizin ekranınızın hər hansı bir fiziki zədədən qoruyur. Bundan əlavə smartfonda 4 nüvəli Qualcomm Snapdragon Crate 1.7 GHz-lıq prosesor, 2 GB RAM və eləcə də yaddaşı 32 və 64 GB arası dəyişir ki, bunu da siz aldığınız zaman özünüz seçirsiniz. Və əlbəttə ki, yaddaşı da siz Dropbox xidmətində qeydiyyatını keçdikdə sizə 25 GB əlavə onlayn yaddaş təqdim edilir ki, siz istədiyiniz öz şəkillərinizi, fayllarınızı və digər belə deyək, dokumentlərinizi orada rahat yadda saxlaya bilərsiniz. Smartfon üz hissədən gördüyünüz 2.1 megapiksellik ön kamera ilə quraşdırılıb ki, bu da 1080p çəkiliş imkanını verir. Bir qədər mərkəzdə gördüyünüz yuxarı və aşağı hissələrdə sizə belə səs kolonkaları təqdim edilir ki, bu da doğrudan da keyfiyyətli Beats Audio sistemli bir keyfiyyətli səs oturur. Sol hissədə bildiriş və yaxınlıq sensorları yerləşdirilib. Aşağı gördüyünüz hissədə, mərkəzdə HTC logosu və sağ və sol hissəsində 2 touch düymədir ki, hansı ki bunlar geriyə və əsas səhifəyə keçid funksiyalarını yerinə yetirir. Smartfonun sol hissəsində bir qədər əvvəl bildirdiyimiz kimi SIM girişi vardır. Yuxarı hissəsində burada söndürülüb yandırılma, eləcə də bloka saf çıxardılma və 3.5 mm-lik qulaqlıq girişi. Sağ yuxarı hissəsində isə səsin ucaldılıb azaldılma düyməsi yerləşdirilib və aşağı hissədə gördüyünüz mikro USB girişi və kiçik bir mikrofon çıxışını görürsünüz. Smartfonun arxa hissəsində əlbəttə ki, ənənəvi HTC logosu, yəni şirkətin logosu. Aşağı hissədə Beats Audio logosu yerləşdirilib ki, burada Beats Audio sisteminin olması bildirilir və arxa hissədə LED işıqlandırma sistemi və 4 megapiksellik
kamera quraşdırılıb. Və əlbəttə ki, hər biriniz nəyə görə burada belə az megapikselli kamera quraşdırıldığını fikirləşə bilərsiniz. Lakin şirkət bunu belə aydınlaşdırır ki, hər bir kamerada sensor, yəni fiziki sensor ölçüsü 3/1 düym ölçüsündə olur ki, bu da tutaq ki, 13 megapikselli kamerada hər bir pikselin belə deyək ölçüsü 1,1 mikron ölçüdə olur və hal-hazırda bu belə deyək 4 megapiksellik kamerada sizə belə deyək piksellərin ölçüsünü xüsusi ultrapiksel texnologiyası ilə daha artırıb onları 2 mikron ediblər və bu da bildirdiyi kimi digər 13 megapiksellik kameralı belə deyək fotoaparatlardan daha keyfiyyətli çəkir və daha şəkili belə deyək dəqiq çəkir ki, bunu da biz xüsusi şəhərin çəkilişindən sizə təqdim edəcəyik ki, fikirləşməyəsiniz nəyə görə burada belə az megapiksel təqdim edilib. Smartfon əlbəttə ki, Android əməliyyat sistemi ilə təsis edilib ki, hal-hazırda 4.1.2 əməliyyat sistemidir. Lakin siz əlbəttə ki, bu əməliyyat sistemini 4.2.2 əməliyyat sistemi kimi yeniləyə bilərsiniz. Burada gördüyünüz kimi hal-hazırda HTC Sense user interfeysi quraşdırılıb və bizə əsas səhifədə bu HTC Sense'ın səhifəsini göstərir və bu user interfeysə uyğun menyuda quraşdırılıb ki, Sense'ın 5-ci versiyasında gördüyünüz kimi artıq hər bir belə deyək, appları, tətbiq etmələri qruplaşdırmaq olur və siz istədiyiniz bir appi digər bir tətbiq etmə ilə bir qrupa sala bilərsiniz və həmin qrupunda hətta adını yaza bilərsiniz və yaxud istədiyiniz belə deyək, düzəlişləri edə bilərsiniz. Burada çox maraqlı bir səhifə vardır ki, HTC şirkəti bu Sense-də yuxarı hissədən sizə saat təqdim edir. Aşağı hissədən isə HTC BlinkFit deyilən bir bu tətbiq var ki, burada siz əgər sizə göstərək buradan, burada xüsusi xəbərlər və müxtəlif yeniliklər haqqında sizə xəbər verilir. Siz istədiyiniz xəbər saytını deyək belə xidmətini buradan özünüz seçirsiniz. Gördüyünüz kimi hal-hazırda texniki saytlar olan The Verge, TechCrunch, CNET və hal-hazırda hətta UEFA.com-u da seçmişəm. Və yaxud burada siz öz sosial şəbəkələrinizin applərini və hətta digərləri varsa onları da qoşa bilərsiniz. Və onları qoşduqdan sonra sizin əsas səhifədə burada sizin dostlarınızın yazdığı belə deyək, statuslar hətta burada görsənir və günün qaynar xəbərləri burada sizə təqdim edilir və gördüyünüz kimi hal-hazırda aşağıda hər bir belə deyək, xəbər saytının adı yazılıb. TechCrunch, The Verge, gördüyünüz kimi burada TechCrunch və digər saytlar belə vardır. Və əsas onu bildirmək istərdim ki, göstərdiyim bu xidmətləri HTC şirkəti widget deyil, daha belə deyək ki, əməliyyat sisteminin ayrılmaz bir hissəsi kimi təqdim edir. Yəni, bunları siz əsas səhifədən silə bilmirsiniz və əlbəttə ki, əgər widgetlər əlavə etmək istədikdə, siz digər səhifələrdə bunu edə bilərsiniz və gördüyünüz kimi yəni, ekranı toxunub saxladıqda burada əsas səhifənin hansı səhifə olduğunu yəni, gördüyünüz kimi yuxarı qaldırıb həmin səhifəni əsas səhifə edə bilərsiniz və yaxud mən digər səhifəni seçib onu əsas səhifə edirəm və hətta yeni səhifə yarada bilirəm. Gördüyünüz kimi bunu silim, boş olduğuna görə və istədiyiniz siz widgetləri seçib onları əsas səhifəyə yerləşdirə bilərsiniz. Bu, çox güman ki, bir çoxlarınız artıq HTC smartfonlarında Sense belə deyək, user interface ilə yaxın tanış olduqdan daha çox onları bildirmirəm və çox güman ki, siz təqdim edilən BlinkFit tətbiqini də istifadə edəcəksiniz və burada göstərmək istədiyim bir neçə funksiya vardır ki, burada düzəlişlərdə siz BlinkFit'in haradan interneti, yəni xəbərləri hansını alacağını seçirsiniz. Ancaq Wi-Fi, yəni sizin xəbərləri birbaşa aldığına görə sizin trafiki çox həcləyə bilər və
siz burada ancaq Wi-Fi və yaxud hətta mobil interneti də qoşa bilərsiniz və ölkələr içərisində çox heyif ki, Azərbaycan yoxdur və onlar hansı, belə deyək, araya hansı bir ölkəyə uyğun xəbərləri seçiblər. Mən hal-hazırda Türkiyəni seçdim və bu regiona uyğun xəbərləri ötürür və bir qədər əvvəl göstərdiyim xəbər saytlarını özünüz seçirsiniz ki, sizin smartfonda gündəlik, belə deyək, həm texniki xəbərlər, həm burada kateqoriyalar var. Gördüyünüz kimi, müxtəlif mövzularda politikadır, idman və digər mövzuları özünüz seçib, həmin xəbər saytlarını quraşdıra bilərsiniz ki, sizə aktiv məlumat verilsin. Smartfonda əsasən maraqlı olan daha bir tətbiq bu çəkilişdir. Bir qədər əvvəl bildirmişdim ki, sizə burada 4 megapiksellik ultra piksel texnologiyasında qurulmuş kamera vardır və hətta kamera çəkilişindən əlavə burada gördüyünüz kimi aşağıda bir Zoe yazılıb. Bu HTC Zoe yeni bir texnologiyasıdır. Gördüyünüz kimi sol hissədən göy işarə ilə göstəriliblər və hal-hazırda gördüyünüz kimi normal çəkilişə keçildi. Zoe nə üçündür? Siz hər hansısa bir çəkiliş etdikdə onu çəkilişə basırsınız və bu çəkiliş zamanı Zoe sizdən çəkilişinizdən əlavə bir neçə artıq çəkilişdə edir və sizə bunu təqdim gördüyünüz kimi çəkiliş müxtəlifdir və siz istədiyiniz burada məqamı belə deyək seçib saxlaya bilərsiniz və yaxud artıq HTC Zoe xidmətinin özü daha belə deyək keyfiyyətli, daha uğurlu kadrı sizin üçün yadda saxlayır və əlbəttə ki, burada siz şəkili düzəliş edə bilərsiniz və burada müxtəlif effektlər əlavə edə bilərsiniz və əsas bu son zamanlar smartfonlarda gözəl bir funksiyalar vardır ki, bu sizin hər hansısa bir tutaq ki, şəkil çəkərsən, hər hansısa bir obyekt sizin şəklinizə düşür və yaxud lazım olmayan insanlar sizin belə deyək şəkil çəkərkən şəklinizə daxil olur və onlar da görsənirlər. Xüsusi bir funksiya köməyi ilə siz onları yığışdıra bilərsiniz və yaxud burada belə bir əsas problem vardır ki, gözlər həmişə şəkildə qırmızı düşür və xüsusi funksiya köməyi ilə siz o gözlərin qırmızını belə deyək, o problemi arada qaldıra bilərsiniz və hətta digər xüsusi funksiyalar vardır ki, bunu da artıq siz smartfonu əldə etdikdən sonra özünüz yoxlasanız daha gözəl olar və göstərdiyim kimi burada siz retouch və əlbəttə ki, rus dilində məndə sistem ingilis dilindədir. Rus dilində bu başqa bir tür adlanacaq, lakin gördüyünüz kimi xüsusi xidmətlər köməyi ilə siz bu funksiyalar edə bilərsiniz. İcmal ərzində saydığımız xüsusiyyətlərinə əlavə smartfonda aksilometr, proximity, giroskop, kompas, GPS, Bluetooth və NFC texnologiyası da dəstəklənir. Və əlbəttə ki, son zamanlar şəbəkələrdə daha çox tanınan 4G, yəni LTE texnologiyası da bu smartfonda dəstəklənir. Qiymətinə gəldikdə isə Azərbaycan, yəni Bakıda və Azərbaycanın digər bölgələrində telefon dükanlarında smartfonun qiyməti 750 Azərbaycan manatı civarında dəyişir. İcmal üçün smartfonu Kasima Mobile şirkəti təqdim etmişdir. İnfaş jurnalının sosial media kanallarına yazılmağı və YouTube kanalına abunə olmağı unutmayın. Sağ olun.